Gözəl bir xanımı dəvət edəcəyəm. O xanım motivatordur, Natəvan Qarayevadır. Gözəl bir xanımdır. Deyir, Zaur, təbii gözəl belə olmalıdır. 5 nəvəsi olan nənə belə olmalıdır. Natəvan Qarayeva gəlir. Dostlar, gecəmizə xoş gəlib. Xoş gəlmişsiniz mikrofona. Çox sağ olun. Hər ikisinin dostusunuz. Rəfiqə demək olar. Bəli, bəli. İkisi də ürəyimdir. İllərimin dostu. Dava nə davası idi? Deyir ki, Natəvan xanımı mən tanıyıram, siz sonradan tanıdınız. Dava o davadır. Natəvan xanım sizin üstündə qırğın olur. Deyir ki, gedirsən Natəvan xanımla rəfiqəlik eləyirsən, məni yaddan çıxarırsan. Düzdür, bu yaxınlarda xanımlar da bilir. Bir nəfər də adını çəkməyəcəm. Onlar da elə mənim üstündə prim qazanmaq istədilər. Ayvalam rəfiqə olsun, 5 dənə rəfiqəniz olsun təkrar. Əslində sizə bir söz deyim. Hamısı mənim dostumdur. Şou aləmi Natəvan xanımın dostudur. Yəni bu yaxınlarda da nəvəsinin bir kiçik, kiçik toyu oldu. Yəni yoxşamır axı. 25 müğənni var Ay, idi. yaxşı. 25. Aparıcı çağırmamışdı. Aparıcı kim idi bilmədim. Özü tutmuşdu. Yəni o birilərini yəni Aparıcıların şahı olmalıydı orada. İnşallah Natəvan yaxınlarda xanım siz orada olarsınız. Natəvan xanım bir şey soruşum. Məndə bu müğənnilər elədi məni. Biraz panika var, biraz psixoloji problemlər var. Onu Çünki hər kəsdən birindən mənfi enerji alırsınız, Var, birindən o. müsbət enerji alırsınız. Bəli, əlbəttə. Mənzurə də mənfidir. Mən elə hiss Yox, edirəm. yox, Hər dəfə gələn başım Mənzurə ağrıyır. xanım heç müsbət dedi? enerji deyil. Mənfi enerji. Xeyr, xeyr. Yox, mənə düşmür də sən enerji. Gözəl insandır Ha, ola Mənzurə bilər xanım. Başqasına, mənim enerjim hə. Mənə zarı. Heç düşmür. istəmirəm də Yaxşı, belə düşsün. deyim. Mənim yanıma gələndən sonra mənfi enerji qalıb. Natəvan xanım, elə eləmək olarmı? Onun enerjisindən mənimki tutuşsun. Onda mənfi məndə müsbətdir. Yox, sizdə də elə müsbət enerji var. Sadəcə olaraq əsəbləşirsiniz heç nədən, amma ürəyiniz Ay, təmizdir. canınız Dilinizdə sağ var nə varsa. Boş-boşuna əsəbləşirəm. Oxatan mənim bircüm. Siz də oxatansınız? Oxatanlar özü də bu illər çox gözəl Onun xanımı yaxşıdır ki, kişisi. Oxatan. Elə ikisi də. İkisi də qəşəngdir. İkisi də bəli, bəli. Suda. Yalanı oxatan özünə özləri pisləməz yalanı axı bağışlamazlar. Ay, sağ ol. Gedənin arxasınca getməzlər. Ay, sağ ol. Onlar həmişə Gedənə bir dəfə tıp bəli, getdi. bəli. Elə bir ki, adı Eşidin uşaqlar, bax, prodüserlər. Bir hadisə başına Yəni bir dəfə gəlirsə, çıxanda elə işdən bilərlər geri adı qayıtır, bir yox, yuxudur qulaq as. və onu tez unudarlar. Ay sağ. 5 dəqiqə vaxt lazımdır. Amma onlara damarını tutmaq lazımdır oxatanın. Bəli, bəli. Damarını tutdun, o sənindir. Amma tərsdilər. O, çox. Natəvan xanım, bir şey soruşacağım sizdən. Ümumiyyətlə, insanlar çox vaxt özünü tanımaqdan qaçır. Səbəb bilmirəm nədir. Ümumiyyətlə, sizcə insan özünü tanımaq üçün ilk və ən vacib hansı addım atmalıdır? İnsan birinci növbədə özünü tanımaqdan qaçırsa, demək qorxur. Birinci növbədə özünə inamı olmalıdır. Özünü aldatmamalıdır, dürüst olmalıdır. Yəni bu cür olmalıdır insan. Məsələn, insan özünü necə tanımalıdır? Məsələn, Mənzurə özünü tanıyır. Əlbəttə ki, Mənzurə xanım özünü tanıyır. Ha? Bəli. Necə? Mənzurə özünü necə tanıyırsan? Niyə demirsən ki, tanıyan Yox, adam. məsələn, sizə zarafatınız var. Necə tanıyır? Qoy bir dənə soruşaq özündən. Necə tanıyırsan özünü? Mənzurə xanım belə deyim də, özünü tanıyır. Qoy bir də hələ bilmir o nədir o tanımaq. Özünü necə tanıyırsan Mənzurə? Özünü aldatmırsa, Mən onu psixoloqumuza Yo, səndən soruşum bir dənə Yox, qoy psixoloq desin də. Bax, vallah, bu özünü bilmir, bu özünü tanımır. Niyə ki tanıyır tanımır? öz-özünü. Öz-özünü tanıyır və insan öz-özünü tanıyırsa birinci növbədə öz-özünə hörmət eləməlidir ki, kənardakılar da ona hörmət eləsin. Məsələn, Mənzurə hərdən deyir ki, mən müğənniyəm. Sonra nə deyirsə Mənzurə? Mən iş adamıyam. Bu bilmir iş adamıdır yoxsa müğənnidir. İkisindən də var Mənzurə xanımda və düz eləyir. Amma iş adamda bunda alınmır. Bu həmişə Alınır. Çox mən- batırır. Biznes Biznesdə alınmır batırır. məndə. Biznes alınmır. İndi Natəvanla dostluq eləyirik də. Yəni bundan O başa sonra mənlə salacaq. gəlir ki, Necə, başa nə? salsın ki, nə eləmək lazımdır, necə Xanım- səhv eləmək lazım deyil. Natəvan Natəvan xanım, nə eləyək? rəfiqəniz ən çox sizə yəni yaxın kimdir? Gövhər xanım yoxsa Mənzurə xanım? Mənim həyatda rəfiqə deyilən bir şey, dostum, canım ciyarım var, dostlarım var. Aha. Amma Dostun kimdir də onu deyim. dostum sənsən, əlbəttə sənsən, illərin dostumdum. Neçə ildir Mənzurə səndən dostum? 10 ildir. 10 ildir.
Onu bilirdik. Gövhər xanım təzə tanıyırsınız. Cövhər xanım da gözəl insandır, canım ciyarımdır. Necə Amma deyim, Mənzurə mən xanım iniş dəfə sayəsində görmüşdüm tanışam. Natəvan xanımı. Zar bəy, Cövhər xanımı Mənzurə xanıma görə tanımışam. Amma elə bir mənlə ünsiyyət yaradıb ki, elə bir evimizdə, Enerjisi. evin içidir. Yəni o cür. Mən də onu deyəndə Gövhər xanım. Sonra da Qırğın o dalaşırlar. qırğın idi. Gövhər məndən dalaşır. Deyirəm ki, Natavan deyir ki, mən sən heç bizə bu qədər gəlmirsən, Gövhər xanım bizə gəlir. Natavan xanım, bu şu aləmdə qırğınlar var. Bu qırğınlar nə qırğınıdır sizcə? Mikrofona. Kənardan seyr edirsiniz bir tamaşaçı kimi. Cövhər xanım demişəm, pul qırğın. Sonra Olur da hər bir sənətdə bir-birindən nəsə söz anlaşılmamazlıqları olur. Ona görə Allah hər kəsə ruzi bərəkət yetirsin. Biraz zarafat şirinlik qatdım mən. Olur da həyatda hər bir siz də sənət yoldaşınızla, iş yoldaşınızla olur ki, bəzən çəkişmələr olur. mən deyəni siz başa düşmədiniz. Mən deyəni cavab verim. Qırğınlar olur, nə üstündə qırğınlar olur? Dedim axı. Dərinə getmə də, dərinə getmə. Arif adamdır. Dərinə getmə. O Arif Dostlarımdır. adamdır. O məni Mən tutdu dostlarım artıq. ona görə De, ürəklə de, nə qırğınıdır? Yox, dərinə getmə. Düzünü Yox, mən lazımdır bilirəm, ona. amma Allah əslində ağartmaq bilmirəm. lazımdır. Yox. Asıb ağartmaq lazımdır. Amma eləməyin o qırğınları, ayıbdır. Natavan xanım, verin mikrofonu. Neçə övladınız var? 5 nəvə sahibisiniz maşallah. 2 evladım var. Bir oğlan, bir oğlum, qız. Bir qız. İkisi də ailəlidir. Maşallah. 5 dənə nəvəm var. Maşallah. 4-ü məktəbdə oxuyur. Biri yox. Nənə kim onlara nə eləmisiniz? Hər şey. Hər şey. Hər şey. Nəzərə Ha? xanım. Bəli. Onu indi Hətta tanıyırsın onların Natavan gələcəyi xanımı? üçün də belə. Natavan xanım hər şey eləyib. Oğlu üçün, qızı üçün, Nəvələr hətta üçün. Mikrofonu. Nəvələri üçün də yəni. Ha? Mikrofona danışın. Aa, haça neydi? 17-si. 4-ü mənim ad günümdür. Kimə toy elədi? Dekabrın 4-ü Siz nəvəsinə. inansız, ən azı bir show biznesin Dedim yəni də, belə də 25 qaymaq müğənni var müğənniləri idi. hamısı oradaydı. Heç nənəyə verməzsən yaş, nənə yaşın ona. Zar, yəni Natavan xanımın gözəl həqiqətən də o qədər gözəl ürəyi var ki, yəni mən ola bilər Mən az müddətdə insanlara- Buyurun, buyurun. az müddətdə tanıyıram, amma həqiqətən də çox gözəl ürəyi var, gözəl insandır. Gərək ürəyin təmiz ola ki. Hə, ona belə üzə vurur. ürək təmiz olmasa baş edir. Adama dəstəkdir ha. Doğruda. Hə, çox adama dəstəkdir. Yəni tanımayan yoxdur Natavanı show biznesdə. tanıdım. Siz də tanıyarsınız inşallah. Yəni çox insanlar tanıyır, amma show biznes xüsusi tanıyır Hər da kəsin də yəni. mənəvi yanında olmuşam, bir dost kimi, insan kimi. Hətta 2 gündür Samir hiss eləyirdim ki, əsəbləşib, nə bilim 17 Pro Max alıb, onu da qırıb töküb. Hə? Belə hiss elədim. Səndə də dəllik var, o Deyirəm ki, ola. niyə? Nəzər var. Həmişə Mən də bu yanıma aralar gəlsin. nəsə havada, Natavan xanım havadadır. Yox, məndə də əsəbi gəlir hərdən. Bax, dünən Yox, çox insan- əsəbi idi. Baxın, mən gələndən sonra öz-özünü necə hiss eləyəcəm? Super. Bu Gəl motivasiyadır. bizi tərəfdən bir ev al, orada qonşu olaq. Gələcəm. Vallah, Gələcəm inşallah. Qismət biz olsa. tərəfdən. Natavan xanım, bəs sizin varmı belə Yox, mənim Siz də də sirrim yoxdur. ürəyinizdə olanları Yox, kimə söylüyorsunuz? Mən heç vaxt Rəhmətliyinizə. ürəyimdə nəsə saxlamıram, sirrim yoxdur, paxıllığım yoxdur. Deyirlər ki, güzgüdə öz-özünə deməlisən. Bəli, güzgüdə mən özüm insanlar öz-özünə baxıb güzgüdə öz-özünün psixoloqu olmalıdır. Ay, sağ ol. Və bir söz də demək istəyirəm. Deməli 2 həftə bundan qabaq Samir bəylə Mənzurə xanım bir-birlərini qırmışdılar. Hətta polisə belə Söhbətlər düşürdü. sizdeymiş ki. Mən Oo, niyə qırıb, nə Qırmışdılar, üstündə? Polisə belə düşürdülər. İkisini də çağırtdırdım evə. Danışdım, dedim, axı siz köhnə dostusuz. Yəni motivasiya oldu? verdim ikisinə də. Ona görə telefonun qırıb. Ona görə telefonun qırıb. Telefona görə. Mənə də deyir ki, Mənzurə bizim dostumuzdur, həm də ki Onu soruşacağım. Bütün müğənnilərin məsələləri Natavan xanım bilir.